Müştəri hər zaman haqlıdırmı? Əlbəttə ki, müştəri hər zaman haqlı deyil. Müştəri qazanc gətirdiyindən dolayı və işçi şirkətdən pul aldığından dolayı, maaş aldığından dolayı bəzən onun haqları, hüquqları ikinci plana atıla bilir. Nədir? Müştərinin xətrinə dəyilməsin və onu xoş bir şəkildə, məmnun şəkildə həmin yerdən yola salsınlar. Lakin bunun əksi örnəklər də mövcuddur. Qlobal fast food markalarından biri üçün çalışan tələbəm yaxşı bir misal verdi ki, resepsiyona sifariş üçün yaxınlaşan bir müştəri əcnəbi olduğundan dolayı bizim işçi ilə ingiliscə danışmaq istəyib. Lakin işçimiz isə ingilis dili bilmədiyindən dolayı ona xidmət göstərə bilməyib və müştəri bunun müqabilində rəhbər şəxsə bunu şikayət etmək istəyir. Şikayət etdikdə isə rəhbər şəxs gözlənilənin əksinə fərqli bir cavab verib. O işçinin ingiliscə bilmək məcburiyyətində olmadığını, işçilərlə anlaşmalarda belə bir öhdəliyin göstərilmədiyini bildirib və işçinin tərəfini tutmuşdu haqlı olaraq. Bu xüsusiyyət onun həqiqətən də cəsarət kimi bir keyfiyyətə sahib olduğundan irəli gəlir. Bunu isə hər yerdə görmək mümkün deyil. Çünki öncədən də qeyd etdiyim kimi müştəri gəlir gətirdiyindən dolayı bəzən işçinin hüquqları, işçinin haqları ikinci plana atıla bilir. Təəssüf ki, bunu yerli şirkətlərdə də, ümumiyyətlə əksər şirkətlərdə də görmək çətin olsa belə, müştəri ilə davranışların kitabını yazan qlobal markalarda belə örnəklərə də rastlamaq mümkündür. Bu cəsarət örnəyi elmi araşdırmaların mövzusudur. Lakin bu bizim hər yerdə görə biləcəyimiz yanaşma deyil, təəssüf ki.